Salam uşaqlar, hər vaxtınız xeyirli olsun. Mən bu gün istəyirəm sizə benzolun homoloqlarının quruluşu, alınması, xassələr və tətbiqi bölməsinin testlərinin izahatını verim. Deyir, hansı karbohidrogenlər normal şəraitdə qaz halındadır? Bu suala necə yanaşa bilərsiniz? Biz bilirik ki, karbonun sayı 1, 2, 3, 4 olanlar əsasən qaz halında olur. Onda 2 ilə 4-ə çıxıram, doğru cavab olacaq 1 ilə 3. Sadə formulları CH-a uyğun olan maddələr sırasını göstərin. İxtisarlar aparacağıq. Məsələn, 3 ilə 6 ixtisar gedir, qalır CH2. 2 ilə 2 ixtisar gedir, CH, yəni C bir dənə, hidrogen bir dənədir. Burada da 6-ya ixtisar gedir, CH formuluna uyğun gəlir. Deyir, neçə maddə təsvir edilmişdir. Görürsünüz, bu maddə nədir? Orta kisilol. Bəs bu da orta kisilol. Bəs bu parakisilol. Bəs bu paraksilol. Bəs bu orta kisilol. Cəmi cümlətanı neçə maddə verilib? 2 maddə verilmişdir. Keçirin növbəti sualımıza. 3-dən sonra 4-cü sualı keçək. Görək 4-cü sualda nə deyir? 4-cü sual uşaqlar məndə düşmüydü burada şəkildə. Bizi dəqiqə mən bu 4-cü sualı tapım. Görüm 4-cü sualda nə deyir orada. 4-cü sualda deyir ki, 4-cü sualda veribdir C7H16, 4-cü sualda C7H16 və bundan da tolol alınıb və x molda H2 alınıb. Tolol, üstəgələ x molda H2. Aha, mən nə edirəm? C7H16-dan tolol C7H8-dir. C7H8-i çıxıram. Getdi, qalmadı 16-dan 8 çıxdım, 8 hidrogen olmalıdır bura. Onda x-a nə düşəcək? 4 olsun ki, 4-ü 2-yə vurum, 8 olsun. Cavab Y bəndi. Kesin növbəti suala. Görün növbətdə nə deyir? Növbətdə deyir ki, benzol üzərinə gəliblər x mol xlor, alınıb heksaxlor. Heksa nə deməkdir uşaqlar? 6. Heksaxlor deyirsə, elə 6 molda xlor gedəcək. Vəssalam, cavabım olacaq. Cikloheksan bilirəm ki, C6H12-dir. Bundan alınıbdır C6H6 və x mol H2. Bunu alt-alta çıxaram. Görüm neçə hidrogeni qaldı. Burada hidrogen 6 dənə qaldı. 6 olsun deyə buraya əmsala nə yazmalıyam? 3 yazmalıyam. D variantı doğrudur. Sonra ardınca deyir, benzol sırası karbogenlərin ümumi formulunu müəyyən edin. Benzol sırası karbogenlərin ümumi formulu CnH2n-6-dır. C variantı olacaq. Ardınca hansı maddə karbohidrogenlərə aiddir? Yalnız karbonu və hidrogeni ibarət olan birləşmələrə deyilir. Benzolun quruluş formulu A variantı olacaq. Benzolun deyir molekul formulu C6H6 olacaq. N-ə 8 qoyanda deyir bu formula maddənin hidrogen sayını. CnH2n-6 deyil. N-ə 8 qoyuruq. 2 vurulsun 8 çıxılsın 6. 16-dan 6 çıxdım. Neçə ilədir? 10-a bərabər olacaq. Cavab oldu Bakı variantı. Keçdi sonra növbətiyə. Karbohidrogenlər verilib bizə, benzol sırası karbohidrogen verilibdir bizə. Bilirəm ki, CnH2n-6 ilə yazılır. Deyir, hidrogenin sayı 2 vurulsun n plus 1 minus 6 ilə yazılır. 2 yerindədir. Minus 6 yerində, minus 6 yerində. N-in yerinə nə yazmalıyam mən? N plus 1. Onda N-in yerinə nə yazacağım? N plus 1 elə karbonun sayı olacaq. Növbətiyə baxaq uşaqlar. Növbətdə deyir, benzol sırası karbogenlərin 3-cü nümayəndəsi. Uşaqlar, 3-cü nümayəndə o demək deyil, benzol CnH2n-6-dır, N-ə 3 qoyarsan. Xeyr. 3-cü nümayəndə N bərabər də 6 birincisidir, 7 ikincisidir, 8 üçüncüsüdür. 8 qoyursan yerinə. C8H10. Cəmi neçə atom var? Cəmi neçə elədir? 18. Deyir, benzolun homologudur. Aha, baxaq. Benzolun homologudur. CnH2n-6-ya uyğun gəlməlidir. Karbonun sayı n plus 1'dir. N'in yerinə n plus 1 qoyuruq. Hidrogenin də yerinə n plus 1 minus 6. Vurub açıram 2n plus 2 minus 6. Bu da elədir 2n minus 4'ə bərabər olacaq. Y variantı doğrudur. Kesin növbəti sualımıza. Görək növbətdə nə deyir? Bu 14-üdür. Şu an nəzərinizə çatdırım ki, mən bir videonu çəkdim. Xeyləm dözdə gəlmişdim. Təzdən silinibdir. Əhvalım pozuldu. Bizə dəqiqə baxaq. Gözüm. Növbəti sualımıza baxırıq. Növbəti sualda görək nə deyir? Növbəti sualda deyir ki, benzolun homologunun molekulunda CnH2n-6-dır.
10 karbon atom var. Enə 10 qoyuram. 20-dən də demək 2-ni vuram 10-a, çıxıram 6. Neçə elədi? 14. Hidrogen atomdan sayı cavabı nə eləyəcək? 14-ə bərabər olacaq. Keçin növbətiyə. Deyir, benzolun homoloqların molekulunda 16 hidrogen atomu olarsa, CnH2n-6 hidrogenin cəmi sayı 16-dır. 2n-6 bərabərdir 16. 2n bərabərdir 22. N nə düşdü yoldaşlar? 11. Karbonun sayı nə olacaq? 11-ə bərabər olacaq. Keçin növbətiyə. Hayf, mənim əziyyətimdən uşaqlar. Video çəkmişdim, silindi. Hansı maddə aromatik birləşmələrə aid deyil? Görən kimi bilirəm ki, Y variantdır. Niyə? Göz gəzdirəndə izopreni görən kimi artıq dənq eləməlidir beyni və ki, hə, izopren aromatik birləşmə deyil. Təbii qaçqın monomeridir. Bu ancaq get dərs vuxu suallarıdır. Hansı maddə molekulunda bütün karbon atomları sp2 hibrid halındadır? sp2 hibridləşmə halındadır deyəndə bir göz atanda C variantı nəzərimi cəlb edir. Niyə? Stirol, vinil benzoldur. CH2 qat rabitə CH2. Burada 2 karbon, buradakı da 6 karbon, 8 karbonum sp2 hibridləşmə halındadır. Bunu da unutmuruq. Tololda isə biri sp3 qalanları sp2'də 6 karbon. 39 qram benzol üzərindən, deməli 39 qram benzolun üzərindən C6H6 üzərindən 1 mol brom keçirir. 1 mol brom keçirilmişdir. Özdə ferin bromçun iştirakı ilə. Mən burada bilirəm ki, katalizatorla ferin bromit, dəmir bromit götürülürsə, bir hidrogen bir bromla əvəz olunur. C6H5 brom, üstəgələ H brom. Aha. Deyir, bu zaman alınan üzüm maddənin kütləsini hesablayın. X qram. Qram deyirsə 6-dan 78 bura yazıram. Mol deyirsə 1 moldur. Bunun demiri 157'dir. İndi hansı tənasibindən hesablayayım? N1, N2. 39'u 78'e bölürəm 0.5. 1'i 1'e bölürəm 0.1 eləyir. Və görürəm ki, bu rəqəmlər içərisində tırıcı az olan hansı da 0.5. Deməli 39 ilə qurulan tənasibin ən doğrudur. Baxın, bu tənasib doğrudur. Bromla hesablamayasın. Növbətiyə baxırıq. Metil sikloheksan, baxaq. Metil sikloheksan, bu budur. CH3. Bundan 3 mol H2 çıxanda nə alınır? Tolol. Aha. Bu tololun da oxşaşmasından nə alınacaq? Benzoy turşusu. Get dərsi oxu sualdı. Nəzəriyyədir. Mən burada xüsusi nəsə izah vermirəm. C variantı. Kitabda var. Qeyd eləmişim. Növbətiyə baxırıq. Deyir, hansı ifadələr benzola aid deyil? Benzol C6H6'dır. Cəmi sigma rabitə karbon-karbon arasında 6'dır. Karbon-hidrogen arasında 6'dır. Cəmi 12 sigma rabitəsi var. Bəs mənə nə deyir? Mənə deyir ki, 6 sigma rabitəsi var. Bu yanlış olacaq. Kesin növbətiyə. 22'yə baxırıq. Tolol üçün deyir, hansı ifadələr doğrudur? Şöyle tolol budur. CH3. Deyir, kalium permangat məhlul əksləşir. Bəli, çünki benzoy turşusuna çevrilir. Metil sikloheksanın katalizatorun iştirakı ilə dehidrogenləşməsindən alınır. Bəli, bunu da düz deyir. Nəzəriyyədir. Sonra bütün karbon atomları sp2'dir. Xeyr, bax buradakı CH3 sp3 hibridləşmə halındadır. 1-2 doğrudur. Səhv desə yalnız 3. Sonra növbətiyə baxaq 23'ə. Deyir, praktiki çıxma 50% olan eta bərabərdir 50%. 460 qram tolol alıblar. Mən almışam onu. Yox, bu bunun praktiki qiymətidir 460 qram. Aha. Tolol deyir, tolol almaq üçün heptan C7H16'dan tolol alınır. C7H8. Üstəgələ 4H2 bizə bu lazım deyil. İndi mənə deyir ki, neçə mol heptan götürməlidir? X mol. Gözüm görə 1 moldur. Mən buradakı qiymətlər tolola aiddir deyə çıxım da bərabərdir. Praktiki bölünsün, nəzəri vurulsun 100% deyil. Biz də həmişə tənasibdə nəzərini yazırıq. Burada nəzər nəyə bərabərdir? Praktiki 460. Bölünsün 50'yə vurulsun 100'ə. Bu da nə qədər elədi? 920. Gətirib yazıram üzərinə 920 qram. 920 qram almaq üçün x mol götürməliyəm.
92-ni almaq üçün 1 mol götürməliyim. X-də buradan nə tapdım uşaqlar? 10 mol olacaq. Doğru cavab D variantı. Çətin bir şey yoxdur. Birazdan dərsim başlayacaq. İnşallah ki, ona qədər xeyli izahat vermiş olaram. Hafif mənə vəziyyətmə. Bayaqlar video çəkmişdim. Deyir ki, hansı hər iki maddədə bütün karbon atomların hibridləşməsi sp2 hibrid halındadır? Bir göz gəzdirəndə gəlirəm, C-də dayanıram. Niyə? Stirol artıq bilirəm 8 karbonun 8-i də sp2'dir. Baxın, üzünüzə görəsiniz. Bunlar da sp2'dir. Biz bilirik ki, benzol nüvəsində 6 karbonun 6-sı da sp2'dir. Divinil isə budur. CH2 2 qat rabitə CH, CH 2 qat rabitə CH2. Burada 4 karbon, 4'ü də sp2 hibrid vəziyyətindədir. Keçin növbətiyə baxırıq. Nəyə? Telefon bax da, səsini az qoy. Stirol molekulunda neçə sigma ratı sp2-nin S? Uşaqlar, stirol molekulu budur, vinil benzoldur. CH, CH2. Gəlin bunun karbonlarını düzək. Və hidrogenlərini də düzək. Çünki sp2 S hidrogeni say. Hansı hidrogeni? sp2 karbonlardakı. Və burada 8 karbonun 8'ində də bir hibridləşmə sp2. Bu karbona hidrogen düşməyəcək. Baba, bu başdaşına diqqətli olun. Çünki bax 1, 2, 3, 4 valentliyi ödənilibdir. Aha. İndi biz nə edirik? Biz baxırıq ki, sp2S elə bunda olan bütün karbon atomları sp2'dir və onda bütün karbonların da hidrogenlərini sayasan. 2, 3, 4, 5, 6, 7, 8'dən cavab olacaq D variantı. Növbətiyə baxırıq. Hansı sırada olan maddələr deyir, kalium permanganatın suda məhlulunu rəngsizləşdirmir. Rəngsizləşdirməyənlər alkanlardır, qabağında poli sözü olanlardır, benzoldur və s. və ilə axırı. Məsələn, rəngsizləşdirmir olanlar, rəngsizləşdirənlər nələrdir? İn, N bunları çıxırıq. Butin, bu getdi doymamışdır. Heksen, bu getdi. Sonra izopren, bu getdi. Buten, bu getdi. C variantı benzol rəngsizləşdirmir, propan rəngsizləşdirmir. Polietilen qabağında poli sözü var deyə rəngsizləşdirmir. Keçdik növbətiyə. Məsələmizə baxırıq 27-yə. Deyir ki, 0,3 mol asetilen, 0,3 mol asetilen CH2. Üzərində aktiv kömür buraxılmışdır qızıra. Karbon aktivlə bilirsiniz ki, bu hansıdır? Zelenski-Kazanski reaksiyası, C6H6, yəni trimelləşməsi. Deyir, sonra əmələ gələn məhsul, yəni C6H6, ferum xlor iştirakı ilə xlorla reaksiyaya girib. Aha, gözümüz aydın. Ferum xlor 3. Ferum xlor 3 onda bilirəm ki, C6H5 xlor plus H xlor alınacaq. Əmələ gələn hidrogen xlordun molunu istəyir. Bax, bunun molunu. Əmsallaşmaya da ehtiyac yox. Gəlin görək 0,3 moldan neçə mol C6H6 alınır. 3 moldan isə 1 mol alınır. Burada ikisi nə tapdım? 0,1 mol. Baba bunu. Həmən o 0,1 molu gətirib yenidən xlorla reaksiya salıblar. Ferum xlorçun iştirakı 1-in 1'ə reaksiyası girib. Onda 0,1 moldan x mol, 1 moldan isə gözüm görür ki, elə 1 mol alınır. X-im elədi 0,1 mol. C variantı. Çətin məsələ deyil. Böyük görsəməyinə baxmışlar. Sadə bir sualdır. Növbətiyə baxırıq. Deməli, uşaqlar növbətiyə baxırıq. Növbətdə deyir ki, həzmi 33,6 litr olan asetilen C2H2 33,6 litr verilmişdir. İçərisində aktivləşdirilmiş kömür olan qabıdan, borudan buraxılıb. Bu yenə Zelenski-Kazanski reaksiyasıdır, trimelləşmə reaksiyasıdır. Və buradan deyir, alınan maddəni günəş şüasının təsirlə xlorla reaksiyaya girib. C6H6 alınıbdır. Bu xlorla reaksiyaya girəndə bilirsiniz ki, işıq şüasının təsirindən alınır. C6H6 xlor 6 heksaxlor, sikloheksan. Və burada nə gedəcək? 3 gedəcək. Deyir, əmələ gələn məhsulun mol sayını hesablayın. Bunun molunu deyir hesablayın. Mən yenə neyiniyərəm? 33,6'ya görə bunun molunu taparam. Görürəm 3 sorusun 22,4'e isə 1 moldur. Bununla bu ixtisar getdi. Qalacaq orada deməli bircə dəqiqə uşaqlar. Beynim yüklüdür. Kalkulyatorda bölüm ən rahatı. Birdən səhvə yol verərəm. Deməli 33,6'nı bölürük 3'ə, bölürük 22,4'ə elədi 0,5 mol. Deməli bu 0,5 molu gətirib burada təzədən 0,5 molu gətirib burada salıblar reaksiya və deyir neçə mol alınır? 1 moldan isə gözüm görür nə qədər alınır? 1 mol. X-i tapdım nə qədər? 0,5. Hər ki reaksiyanın praktiki çıxımı 100'dür deyə hər dəfə alıb vurursan 100'ə, bölürsən 100'ə, usta həmən cavab alınır deyə mən ondan istifadə eləmirəm. Cavab olsa D variantı. Keçsin növbətiyə görə növbətdə nə deyir?
Baxaq növbətiyə. Növbətdə deyir ki, 2 mol benzolun homologu tam yandıqda 14 mol. 2 mol benzolun homologudur. Gəlin baxaq. 2 mol benzolun homologu CnH2-6. Aha. Bundan alınıbdır 14 mol karbon qazı. Uşaqlar, burada cəmi neçə karbon var? 14. 14 olması üçün bura nə düşməlidir? 7. C7 qoyanda bura nə düşəcək? H8. Bu da tolu oldu. Həmişə yadında qalsın ki, istənilən benzolun homologunda 6 dənə karbonum sp2-dir. Yerdə qalanların çıxanda yerdə nə qaldı? 1 karbon. 1 karbon da sp3 birləşmə vəziyyətində olmuş olacaq. Hibrid orbitalda deyəndə vurasdan 4-ə. Səsin altıvadır. 30-cu suala baxırıq. Deyir 2 mol benzolun homologu yandıqda 2 mol CnH2-6 yanıbdır və bu zaman 8 mol su əmələ gəlibdir. Aha, neçə hidrogen atom var? 16. Hidrogen CN2-6 16-dır və burada da 2-yə də vurmuş olsun da 2 vurulsun 2-in. Deməli burada nə düşdü? 2n-6 8-dir. 2n'im 14'dür. N'ə nə düşdü? 7 düşdü. Yenə C7H8. 7-dən 6 çıxıran 1 karbonum sp3 hibridləşmə halındadır. Baxaq növbətiyə. Deyir etilenlə reaksiyaya daxil olan, lakin benzolla qarşılıqlı tərkibdə olmayan maddəni müəyyən edin. Məsələn, biz bilirik ki, etilenlə reaksiyaya girib, bu oksigen hər ikisi ilə reaksiyaya girər. Kalium H da bunların, yəni bunu çıxırıq. Benzolla qarşılıqlı tərkibdə olmasın deyir. Ardınca baxıram, məsələn, bromdur, benzolla girə bilər reaksiyaya, etilenlə də, xlor da. Burada götürəcək sonu. Çünki niyə? CH2 2 qat rabitə CH2, üzərinə su gələndə alınır C2H5OH, C2H5OH, amma benzol su ilə reaksiyaya daxil olmur. Deyir, hansı maddə həm asetilen, həm də benzolla reaksiyaya daxil olur? Gəlin baxaq. Həm asetilen, həm benzolla reaksiyaya daxil olur cavabında. Mən baxıram ki, burada məsələn benzolun xlorla reaksiyası var 3 cürə, asetilen də xlorla reaksiyaya daxil ola bilər. Asetileni benzoldan fərqləndirən nədir? Asetilen budur, benzol isə budur. Karbonun kütlə payı, ikisinin də ixtisar aparında CH çıxır deyə, istir karbon, istir hidrogenin kütlə payları eynidir. Yəni bu uyğundur, fərqli xüsusiyyət deyil. Molekulunda hibrid orbitalların sayı, bəli bu olar. Çünki asetilen C2H2-dir, 2 karbonum sp-dir. 2-ni vurdum ki 4 hibrid orbital var. C6H6-da da sp2-dir, 6 karbonum sp2-dir. Hibrid orbital sayı 3-ü vurdum 6 ilə də 18. Bax bu fərqləndirir. Fərqlidir. Karbon sıçma dərəcəsi eynidir. Yanma məhsulu hidrogen bunlar eynidir. Hidrogenlə reaksiya daxil olmaz. Keçdik növbətiyə. 34'e görə deyir, C6H6 üstəgələ H2-dən alınır burada nə? Uşaqlar, görürəm ki, bu C6H12-dir. Üzvü maddə molekulunda azalan nədir? Gəlin baxaq. Müsbət 1, mənfi 1 düşür, müsbət 1, mənfi 2 düşür. Baxan kimi görürəm ki, karbon oksijləşmə dərəcəsi azalır. Elə variant. Keçin növbətiyə. C6H6 xlor 2 ilə alüminium xlor 3-dən girəndə alınır burada C6 xlor 6. Mənfi 1 vurdum, böldüm, müsbət 1'ə getdi. Burada müsbət 1, mənfi 1. Mənfi 1-dən müsbət 1'ə geldi. Nə artır desə, karbon oksijləşmə dərəcəsi götürə bilərəm, Bakı variantı. Sonra keçsin növbətiyə. Növbətdə yenə burada alınacaq C6 xlor 6. Deməli, mənfi 1, müsbət 1. Burada da mənfi 1, müsbət 1 belə olacaq. Deyir, azalan nədir? Gəlin baxaq. Məsələn, xlorun oksijləşmə dərəcəsi 0-dan getdi mənfi 1'ə. Varmı elə bir şey? Yoxdur. Sonra ardınca hidrogenin oksijləşmə dərəcəsi. Hidrogen müsbət 1 idi, elə müsbət 1 olaraq da qaldı, dəyişmədi. Hidrogen atomlarının sayı. Hidrogen 6 atom idi və hidrogen getdi nəyə? Baxıram ki, yenə də elə 6 molekulda H xlor əmələ gəlir. Sonra sigma rabitələrin sayı, karbon atomlarının sayı, karbonun oksijləşmə dərəcəsi. Mənə deyir, azalan nədir? Hidrogen atomlarının sayına fikir verək. C6H6 6 atomluydu, getdi H xlora. Neçə atomlu oldu? 1 atomlu. Əmsallaşdıranda bərabər olur, amma molekulunda, üzvü maddə molekulunda. Hə, tamam, mənə heç şərti tam oxumuram. Üzvü maddə molekulu deyəndə H xloru nə edirəm ki? Uşaqlar, əvvəl hidrogen C6H6 idi, 6 hidrogen vardı. İndi alındı C6 xlor 6. Heç hidrogen yoxa çıxdı. Neynə də azaldı? Bu mənada yanaşırıq. Keçirik növbətiyə.
C6H6 üstəgələ hidrogendən alındı C6H12. Deyir, artan nədir? Məsələn, 6 dənə hidrogendir, 7, 12. Hidrogen atom sayı ola bilər və yaxud da hidrogenin kütlə payı da ola bilər, deyə bu da elə. Niyə görə? Biri əvvəl üzvü maddə C6H6 idi, 6-nı bölürdün, 78-ə vururdun 100-ə. İndi 12 hidrogendir, bölməlisən. Deməli, 72 üstəgələ 12 elədi 84-ə vurmalısan 100%. Yəni bu formada baxılmalıdır və görürsən ki, hidrogenin miqdarı neynədir? Artdı deyə, burada da kütlə payı artdı. Məsələn, bu bir variantlara diqqət eləsək biz, bir dənə baxaq. sp2 hibrid orbitalların sayı bu alınıb C6H12. Əksinə, hamısı sp2 idi, getdi hamısı sp3-ə, sikli alkana azalır. Karbonun kütlə payı, karbonun sayı dəyişməyibdir, hidrogende artım var deyə əksinə bu azalacaq. Qeyri-polar sigma rabitələrin sayı, qeyri-polar sigma rabitələrin sayı, baxaq görək, karbonlar arasındadır, bu 6 deyil, 6 olaraq da qalıbdır. Sonra karbon atomları sayı 6 idi, 6 idi, bəli, hidrogenin kütlə payı olacaq. Və növbətiyə baxırıq, görün növbətdə nə deyir? Oy. Görün növbət sualımızda nə deyir uşaqlar? 38-ə baxaq. 1 molunun tam yanmasının 72 qram sualına benzolun homologu. Mən birinci 72-ni bölərəm 18-ə. Nə oldu? 4 mol. Deməli, 4 mol su alınıbsa, cəmi neçə hidrogeni var? 8. Deməli, 1 molunda 8 hidrogen vardırsa, baxın uşaqlar. Bir dəqiqə, buranı silək, bunu da silək. Aha, 8 hidrogen var. Yəni 2n minus 6 8-ə bərabərsə 2n'im 14'dür. N'ə nə düşdü? 7. Deməli, bu C7H8 imiş. Və salam. Cavab olacaq A variantı olacaq. Növbətiyə baxırıq. Deyək, benzolun alüminium xlorçun iştirakı xlorlaşması nəticə hansı maddə alınır? Alüminium xlorçu ol sözünə götürüb hamısı əvəz olunur. Heksaxlor, benzol. Heksaxlor, benzol. Dəmir xloru iştirakı 1-in 1-ə girəndə ki, alınır xlor, benzol. D variantı 1-ə əvəz olunur. H-lı ilə girəndə isə heksaxlor, sikloheksan. Molekulunda bütün karbon atomları sp2 halında olan polimerləşə bilən birləşməni göstərin. Məsələn, C variantı stirol. Polimerləşə də bilir və bütün karbonlar da sp2 hibridləşmə halındadır. Bu polimerləşəndə də bu formada açılacaq, n dəfə yazılacaq. Yəni belə. Qırx ikiyə baxaq. Deyir, molekulunda bütün karbon atomları sp2 vəziyyətində olan və bromlu suyu rəngsizləşdirən birləşməni göstərir. Məsələn, stirol. Nəzəriyyədir. Sadə formulu CH-dır və aqreqat halına görə mayedir. Bromlu suyu rəngsizləşdirmir. Naxadı beynimdə nə formalaşır? Benzol. X-in üzərinə 4 dənə alıblar. Bax, X-in üzərinə 4 dənə H2 gəliblər. 4 mol H2 gəliblər. 8 dənə hidrogen birləşdirib alınıb C6H6. Ay, üzürsəm, çıxıblar. Üzürsəm. X maddəsindən 8 dənə, deyəm, 4 mol hidrogen çıxıblar və alınıbdır C6H6. Bax, riyaziyyatdır. 8-in üzərinə gələrəm. Elədi C6H14. Demək, X-im C6H14. C6H14 nəyə uyğun gəlir? Alkana. Və burada olar nə? Məsələn, heksan. Aha, A ola bilər, sonra D ola bilər. Baxıram, yəni bu variant. Və Y-dən isə 3H2 çıxıblar, yəni alıblar C6H6. 3H2-də neçə hidrogen var? 6. Onda mən bu H2-ni silirəm, H8-i silirəm buradan. 6 dənə mən bunun üzərinə hidrogen gəlsəm, axı 3H2 6 hidrogen çıxılıb tərkibdən. Demək, əvvəli nəymiş? C6H12. Bunun adı nədir? Bunun da adı təbii ki olacaq sikloheksan. Demək, doğru cavab olacaq D-nin üzərində qalacaq. Növbətiyə baxırıq. Bu da eynən nəzəriyyədir uşaqlar. Deməli, bu formula çevirəndə C7H8-dir. Bax, 8 dənəsini çıxıblar, bu qalıbdır. C7H8-in üzərinə 8 dənə hidrogen gələndə alınır C7H16.
Görürəm ki 2-yə vurublar, üstə də 2 gəliblər. Deməli bu CNH2 plus 2-yə uyğun gələn alkandır. 7 karbon olan heptandır. Heptan. Bu ola bilməz, bu ola bilməz. Heptan uyğun gələr. Və sonra görürəm 3 mol H2 çıxıblar, 8 alıblar. Hidrogen də 6 gələndə C7H14. Bu da CNH2-yə uyğun olandır. Deməli bu nə olacaq? Metil sikloheksan. Metil sikloheksan bu pentandır deyə olmaz. Bunlar onsuz da gedibdi variantı olaraq. Metil sikloheksan cavab olacaq A variantı. Çünki C7 iləndir. Keçsin növbətiyə. Deyir, adi şəraitdə hansı reaksiyalar adi şəraitdə gedir? Deməli, pirapita var deyə bromlu su rəngsləşməsi adi şəraitdir. Benzol bromla katalizatorun iştirakı ilə gedə bilər 3 sürə və burada bromlu suyu adi şəraitdə rəngsləşir. Doğru cavab olacaq C variantı. Deyir, tololu qat sulfat turşunun iştirakı ilə nitrollaşdırdıqda. Bu nəzəriyyədir, get dərs və sualdır. Tololun üzərinə HONO2, yəni HNO3 gələndə nə alınır? Deməli 2, 4, 6 trinitrotolol. Buradan NO2, buradan NO2, buradan NO2 nəzəriyyədir uşaqlar. Və nömrələnmə CH3 çıxan tərəfdən nömrələnilir. Və görürəm 2, 4 və 6-dan əvəz olunma getdi. 2, 4, 6 vəziyyətdə cavab olacaq D variantı. Baxaq. Növbətdə görə nə deyir? Növbətdə deyir ki, hansı sxem üzrə N7 olduqda benzoid turşusu alınır? Sən də bilirsən ki, CNH2-6 olsun, 7 yerinə qoysan kalium permanganatla reaksiyasından benzoid turşusu alınır. Cavab olacaq Bakı variantı, kalium permanganatla. Benzolun homoloqlarını göstərən stirol benzolun homoloqu deyil və benzolun homoloqu olacaq 2 ilə 4. Bu da fenoldur, benzolun homoloqu deyil. Hansı reaksiya nəticəsində benzol əmələ gəlir? Buna deyə bilərik, get dərsi və oxu. Bax, bunu yığ bir yerə 1, 2, 3, 4, 5, 6. C6H14. Bundan 8 mol hidrogen çıxıblar. H8 çıxsam yerdə nə qalar? C6H6. Elə cavab olacaq A variantı. Sonra növbətiyə baxırıq. Növbətiyə baxaq uşaqlar. Deyir, hansı halda hidrogenlə əvəz olunması, halogenlə əvəz olunması baş vermir? Yeganə halogenlə əvəz olunma reaksiyası olmur. Benzolun xlorla olan reaksiyası işıq şüasının təsirlə bu birləşmə reaksiyasıdır. Hansı təndişlər reaksiya məhsulları doğru deyil? Yanma məhsuludur, bu doğrudur. İşıq şüa dedi, burada alınır C6H6, xlor 6. Buna nüvənin itmə reaksiyası da deyilir, Bakı variantı. Keçsin növbətiyə. Hansı reaksiya təhlilində alınan məhsul doğru deyildir? Gəlin baxaq, bu doğrudur. Kalium permanganatla reaksiya, bax, bu səhvdir. Buradan 2-dən, 4-dən və 6-dan NO2 qrupu çıxır. 2, 4, 6 trinitrotolol. Keçirik növbətiyə. Hansı reaksiya getmir? Bunu kitabda yazmışam ki, burada bilsən ki, katalizator iştirakı ilə cürəbəcürə gedə bilir. Bu polimerləşə bilir. Sonra ardınca işıq şüasından gedə bilir. Bu da 2, 4, 6 trinitro. Amma natriumla reaksiyasını görməmsən. Hansı reaksiya deyir? Gedir. H xlorla H bromla girmir. H xlorla girməyəcək. Alkandır çünki. Və bu da doymuşdu deyə girməyəcək. Cavab olacaq A variantı 3 cürə gedə bilir katalizator iştirakı ilə. Deyir, 0,2 mol benzolun tam yanması üçün neçə litr oksigen lazımdır? Bunda sən artıq reaksiya əmsallaşmalısın. C6H6 üstəgələ O2 alınır. CO2 plus H2 və burada 6 karbon var, 6 hidrogen var deyə bura 3 yazıram. 12 üstəgələ 3, bura düşdü 7, 10-da 5, 2, 15 eləsin. Deyir, 0,2 mol benzolu yandırmaq üçün neçə litr oksigen? X litr. 1 mol isə 7, 10-da 5 vurulsun 22, 10-da 4 gedəcək. Всё. Hesabla, bu da sənin cavabındır. Adi məsələdə, yəni oksigenlə əmsallaşdırıb tapırsan, əslində hər tərəfi 2-yə də vura bilərdin. Eyni şeydir, məsələdə ixtisarda gedəcək. Növbətiyə baxırıq. 156 qram benzolun, 156 qram benzolun C6H6. Siklohexana çevirmək üçün neçə litr hidrogen lazımdır? Siklohexanda C6H12-dir, bax. 6 hidrogen də 12 alınmalıdır. 6-sı satmır. Onda bura bir dənə 3 yazıram. X litr lazımdır. 78'e isə 3 vurulsun 22'də 4 gedir. Bax, belə hesablayıb tapırıq. Yadınızda qalsın. Bu formada.
Deməli deyir ki, hansı reaksiya getmir uşaqlar? Hansı reaksiya getmir dedikdə biz burada nə cavabı götürəcəyik? D variantını. Çünki C6H6 H-xlorla reaksiya daxil olmur. Kitabda da qeyd eləmişəm. Hansı maddələr adi şərtdə bromlu suyu rəngsizləşdirir? Qabağında poli sözü olanları çıx, benzolu çıx, benzolu çıxdım, poli sözü olanı çıxdım. Poli sözü olanı çıxdım, propan alkanı da çıxdım. Deməli A variantı doğru cavabdır. Hansı maddənin oxşaşması benzoy turşusu alınır? Bu tololun kalimpermanganatın oxşaşmasından alınandır. C2H2 karbon aktiv ilə nə alınacaq? Zelenski-Kazanski reaksiyasıdır. C6H6. Və buna da 6 dənə də hidrogen birləşib. Nə alınacaq? C6H12. Bu olacaq X-ım CNH2-6. X-in altında CNH2-6 axtarsa, Y-in altında isə CNH2 axtarırsan, elə A variantı doğrudur. Kesin növbətinə, molekulunda hidrogen atomlarının sayı 6-dır, 8-dir, 10-dur. Maddə verilibdir, baxaq görək nədir? Tolol C7H8-dir. Deməli Y-im olacaq tolol. Sonra ardınca görən benzol verilib. C6H6-dır. Molekulunda 6 hidrojeni olan X-im olacaq benzol. Sonra bir də görən butan var. Butanda C4H10-dur. 10 hidrojeni olan Z-imdə olacaq butan. Beləcə müəyyən edirik. Variantlara baxıb oradan maddəni təyin edirik. Sonra burada karbon atomlarının sayıdır. Burada hidrojen atomu dedi. İndi burada karbonun sayı. Karbonun sayı 6-dırsa, indi baxmıram, yəqin ki benzol zat veriləcək. Hə, tamam. 6-dırsa bu C6H6 benzoldur. 7-dirsə C7H8 tololdur. 4-dürsə C4H10 butandır. Və salam. Keçdik növbətiyə. 1 mol benzolun 3 mol hidrojen birləşdirər reaksiyasına. Bax, 1 mol benzol C6H6-dır. 3 mol hidrogen, uşaqlar, baxın 3 mol hidrogen. Neçə hidrogen var? 6 hidrogen. Üzərinə gələndə nə aldım? C6H12. Bunun formulu nə çıxır? CNH2 variantı. Baxın uşaqlar. Deyir bunun nisbi molekul kütlesi müəyyən. Bax CNH2 plus 2-dir. Bundan 8 dənə hidrogen çıxıblar. Baba, bu hidrogen yerinə bax. 8 dənə də hidrogen çıxıblar. Formulu nə aldım buradan? H2n-6. Deməli CNH2-6-dır. Onun da emiri 14n-6-dır A variantı. Kesin növbətiyə görə növbətdə nə deyir? 66 idi də. Hə. 66 görə nə deyir? CNH2 plus 2, yenə də, baxın uşaqlar, yenə də eyni qaydadır. Diqqətiniz burada olsun. CNH2 plus 2 və bundan 8 dənə hidrogen çıxıb. 8 dənə hidrogen çıxıb. Nə aldım formulu? CNH2-6. X hansı üzvü birləşməli sinfinə aiddir? N-ə 6 qoyubdur. 6 da qoyanda C6H6 çıxır da. Düzdür. Bu da olacaq benzol aromatik karbogenlərə. Vəssalam. Məndən X soruşur ha, o birisilərdən zaten yox. Sonra 7-yə baxırıq. Molekulunda deyir, istəsən yəni bura niyə görə qaydıram bir də 6 da qoyub, buradan C6H14 görəm alınır. Buradan da 8 dənə hidrogen çıxsam, 8 dənə hidrogen. Alt-alta çıxanda C6H6 alınır. Bu da aromatik karbogenatdır. Belə də tapa bilərsən, belə də. Sən necə rahatdır. Sonra növbətiyə baxaq. Növbətdə 67-də nə deyir? Karbonun sayı hidrogen. Bu asandır, riyaziyyatda hidrogenin sayı 10-dur. CnH2-2-dir. Hidrogenin sayı deyir 10-dur. Aha. 2n 12-dir. N-ə nə düşdü? 6. Deməli C6H10-dur bu. Karbonun sayı 6 düşdü. Burada isə 9 qoyanda karbonu, 9 qoyanda 18-dən 6 çıxanda neçə eləyir? 12 düşdü. X-ım 6, o birisi 12. Bakı variantı. 68'e baxırıq. Deyir, karbon verilib 8, riyaziyyatdır. 8 qoy, C8, 2n-2, 16-dan 2 çıxdım, 14. 14 olandı. 10 dənə hidrogendir. Bura 10 yazırıqsa, 2n 16, n 8 düşdü. 8 olanı axtarırsan və salam. Cavab olacaq D variantı. 68-ci sual. Neft və neft məhsullarına aid olan testlərdə uşaqlar çox asandır. Nə baxımdan? Bir dəqiqə saxlayayım, şəkil tapım, sonra danışım. Baxın növbətiyə. Deyir ki, X və Y maddələrin ümumi formu CnH2-6-dır. X maddəsi qızdırılma zaman kalium permanganat məhlulunu rəngsizləşdirir. Aha. Beynimdə müəyyən bir fikirlər oyanır. Bu paraksil da ola bilər, tolol da ola bilər. Y maddəsi isə rəngsizləşdirilmir. Bu da ola bilər benzol olsun. Gəlin görək nə tapa bilərik buralarda elə bir şey. Məsələn C variantı gördünüz. Bu hardan bilirik? Nəzəriyyədən bilirik də. Yəni kənara bir şey bilmirik uşaqlar. Sırf nəzəriyyədir. Bu formada.
Keçdik. Benzol və strol qarışığının 10 qramı benzol və strol verilib. Baxın uşaqlar, bunu necə yazaq? Buradan yazaq da. Benzol və strol. Benzol C6H6'dır. Strol da budur. Aha, CH, 2 qat rabitə CH2. Deyir 10 qram qarışıq verilibdir. Aha. Deyib 500 qram 1.6% bromlu su rəngsləşir. Gəlin görüb 500 qram 1.6% nə qədər miqdardır? Yüzlər ixtisar gecə burada 1.6 vuranda 5'e eləcək 8. Düzdürmü? Aha. Deməli benzol bilsən ki bromlu su ilə reaksiyaya girməz. Bromla reaksiyaya bromlu su ilə girmir. Bu bromlu su ilə 1 mol bromlu su ilə reaksiyaya girəcək. Çünki pi rabitə qırılacaq. Deməli 8 qram bromla reaksiyaya girəcək. Deyişin qarşısında benzolun kütləpə bunun faizini istəyir. Neyniyərəm uşaqlar? Baxın, bu maddəni qoyun biraz aşağıdan yazın. Mənə rahat olsun da yazılış olaraq. Baxın, bu da mənim strolum idi. Düzdürmü? Bu biraz aşağıdan verdik yazaq. Aha. 160 bunun emeridir. Qoy görüm neçə qram strol reaksiyaya giribdir. Strolun emerini veriblər sənə 104. Buradan x-i nə tapdım? Bununla bu 20, 104'ü 20'ye böləndə necə düşəcək? 5/2 yoxsa bir dəqiqə uşaqlar beynim o qədər yorğundur ki 104'ü bölürəm 20'ye. Bu elədir 5/2 düz tapmışam. 5/2. Bu 5/2'dir. 5/2'ni bölərəm 10'a vuraram 100'ə. Bu 52% elədi. Onda bəs bunun faizi nə qədər olacaq? 100'dən çıxaram 52'ni. Elədi 48%. Vəssalam. Deməli A variantı. Bu qədər rahat. 71'e baxırıq. Deyir benzol və tolol qarışığının 10 qramı. Baxaq. Benzol C6H6'dır. Tolol budur. CH3. İkisi bir yerdə 10 qramdır. Kalium permangat mənimlə reaksiya girində bilsən ki bu gedəcək benzoid turşusuna. COOH deyib bu zaman 6.1 qram turşu alınmışdı. Söhbət bundan gelir. O birisi girməyəcək. 122 bunun emeridir. İlkin qarşıda benzolun kütləpapın faizini istəyir. 6.1'e görə qoyum neçə qram tolol reaksiyaya girib? 92 girəndə isə 122'dir. Buradan 122'ni vururam 92'ye bölürəm. Üzr istəyirəm. Çəp vurdum. 6.1'i vuram 92'ye bölürəm 122. Elədi 4.6. Bax 4.6 tololun faizini tapmaq üçün 4.6'ını bölərəm 10'a vuraram 100'ə. Bura elədi 46%. Onda bəs bu birisi nə edəcək? 100'dən də 46% çıxdı. Bu da elədi nə qədər? 54%. Vəssalam Bakı variantı. Belə məsələlər qeyri-üzrə daha çoxdur hələ deyə bilərəm. Baxdıq. Deyir metan və benzol üçün ümumi olan nədir? Gəlin baxaq. CH4'dür, bu da C6H6'dır. Molekulunda sigma rabitənin sayı burada 4 dənədir, burada 12 dənədir. Karbon sayı üstə qədər hidrogen sayı. Ümumi formu bu CnH2 plus 2'dir. Bu isə CnH2 minus 6'dır. Uyğun deyil. Aqreqat hal bu qazlı bu mayedir. Uyğun deyil. H-klorla reaksiyaya daxil olmamaları. Bəli. Hər ikisi reaksiyaya daxil olmur H-klorla. Qəşəng sualdır. Nəzəriyyədir. Kitabda varmı? Bəli, qəşəng var. 73. Buten 1 və tololcu ümumi olan nədir? Buten 1 budur. CH2, CH, CH2, CH3. Sonra isə bu isə tololdur. Baxın, bu da tololumuzdur. CH3. Deyir ümumi formulları. Xeyr, biri bu CnH2-6'dır, bu isə CnH2-yə uyğundur. Aqreqat halları. Xeyr, biri qazlı, digərinin fərqlidir. Molekulunda hidrogen atomlarının sayı. Bu C4H8'i bunu bir yerə yığanda tololda C7H8'dir. Bəli, hər ikisində 8 sayda hidrogen var. C variantı ümumidir. Növbətiyə baxırıq. Görün növbətdə nə deyir? Benzol üçün hansı ifadə doğru deyil? Gəlin baxaq. Benzol C6H6'dır. Molekulunda 12 sigma rabitə var. Bilsən ki burada benzol nüvəsi olduğuna görə karbon-karbon arasında 6'dır. Karbon ilə hidrogen 6'dır. Elədi 12. Bu düzdür. Doğru deyil dediyinə görə götürmürəm bunu. Bromlu suyu rəngsizləşdirir. Xeyr, rəngsizləşdirmir. Onda bunu götürəcəm. Sonra deyir ki 1 molun tam yanması 6 mol salınır. Bundan alınan su H2O.
6 dənə hidrogendir. Bura 3 mol hidrogen su düşməlidir ki, 3 mol. Bu da səhv olduğuna görə səhvləri istəyir məndən 2 ilə 3 olacaq. Cavab Y variantı. Şagirdlər də eyb yox, dərsin başlamasına az qalıb. Uşaqlardır. Sonra ardınca baxırıq. Deyir, tolol üçün hansı ifadə doğru deyil? Siklheksan, tolol yenə C7, H8-dir. Siklheksanın, xeyr. Tolol budur uşaqlar, baxın. Bu tololdur. Bu metil siklheksanın doğru deyil dediyini götürəcəksən. Molekulunda bir karbon atomu sp2 hibridir. Xeyr, əksinə sp3-ü bir dənədir. Qalanları sp2-dir. Onu da bunu da götürəcəksən. Kalipermat oksidaşını benzoid türsəmə gətirib, bu doğrudur. Səhv olanlar 1-dən 2 olacaq. Y variantı. Keçdik 76-ya. Görə 76 nədir? Deyir, hansı ifadələr benzol üçün doğrudur? Gəlin baxaq. Benzol C6H6'dır. Deyir, asetinin trimelləşməsindən alınır. Düz deyir, Zelinski reaksiyası. Molekulunda 12 sigma var. Bəli, karbon arasında 6'sı var. 6'sı da hidrogenlə karbon arasında cəmi 12 sigma. Bu da düzdür. Suda yaxşı həll olur? Xeyr, suda pis həll olandır. 1-lə 2 doğrudur. D variantı. Keçdik növbətiyə. 77'ye baxaq. Hansı ifadələr strol üçün doğrudur? Strol uşaqlar budur. Strol budur. CH, CH2. Və bir yerə yığanda C8, 3, 4, 5, 6, 7, CH8. C8, H8. Deyir, 1 molunun yanmasından 4 mol su alınır. H2O yazsam bura 4 mol yazmalıyam ki 8 hidrogen olsun. Düppədüz. Deyir, molekulunda yalnız 6 karbon sp2'dir. Xeyr, görmürsən. Bu ikisi burada, 6'sı da burada. 8 karbon sp2'dir. Bu səhvdir. Aromatik birləşmədir. Aromatik birləşmədir, amma benzolun homologu deyil. Aromatik birləşmədir, bu doğru gedəcək. Keçik 78'ə. X-in üzərinə 3 aşikarblar alıblar Y. Tololun üzərinə gəlin baxaq da. Benzoid turşusu alınıbsa, deməli bu tololdur. X-im tololdur. Tolol da C7H8'dir. Üzərinə 6 dənə hidrogen gələndə görüm nəyə keçir? C7H14. C7H14 də nədir? Məsələn, metil cikloheksan. Metil cikloheksan. Bu ola bilər. CNH2-nin olundur ona görə. Heksan verilib mənə. Heksan bilirəm ki, heksan verilib mənə C6H14. Bundan 1 mol hidrogen çıxıbdı. Görsənmi? 1 mol hidrogen çıxıb. Çıxanda alt-alta nə olur? C6H12. X-im nə olsun? Cikloheksan. Cikloheksan. Bu ola bilər. Və sonra isə 4 mol H2 çıxıb. C6H14. 4 mol H2 isə şurada 8 dənə hidrogen çıxıblar. 8 dənə hidrogen. Nə alındı? C6H6. Bu nə olacaq? Benzol. Deməli C variantı doğrudur. Keçək 80-ci suallar. Çünki uşaqlar artıq şagirdlər gəldi. Dərsə başlamalıyım. 20 dəqiqədən sonra. Deyir, C2H2 üstəgələ 2H2 alındı. C2H6 reaksiyası nə doğrudur? Üzvü birləşmədə karbonun kütlə payı nə doğrudur? Üzvü birləşmə karbonun kütlə payı azalır. C2H2 getdi C2H6'ya. Baxın uşaqlar, burada 24'ü bu birləşmə üçün. 24'ü bölsən 26'ya vurursan 100'ə. Burada isə 24'ü bölürsən 30'a vurursan 100'ə. Çünki emir artır. Onda karbon kütlə payı neynir? Azalır. Bu doğru deyil A variantı. Qoyun 81'də izah verim. Elə buranı yekunlaşdıraq düşünürəm. 5-10 dəqiqədə istirahat edeyim, dərsə girəm uşaqlar. Beynim yoruldu. X ve Y'in reaksiyasından T alınıb. T'nin oksigen reaksiyasından keton alınıbsa bu T'im izopropildir. İzopropil benzol. T'im izopropil benzoldur. İzopropil benzol bu izopropil benzoldur. Yani kumoldur. Bu CH, CH3, CH3. Və izopropil benzolu almaq üçün də mən nə maddələr götürməliyəm? X və Y-im nə olacaq? Benzoluna propenin reaksiyası izopropil benzol verir. Bu. Demək, X, Y-in altında X və Y-in biri benzol, biri isə olmalıdır. Biri benzol, biri propen, elə də bir dənə D də var ki. Biri propen, biri benzol, X və Y. Sonra burada Z maddə var. Z maddəsi də işıq şüası ilə bəli uyğun gəlir. Və salam.